Ad günü etmirik. Bizdə qayda var. Ad gününü evdə etməliyik. Bütün övladlarım bir araya gəlir, bişirir, hər şey edir. Gedim restoran tutum. 5 adam yığım ki, gəlin ad günümdür. Camaata toya çağıranda belə pul tapmır. Niyə adamları çağırım? Deyəcəklər acından ölürsən, çağırılanda gedirəm. Sferas xəbər verir ki, bu sözləri əməkdar artist Yusif Mustafayev qonaqcanlı verilişində deyib. Müğənni böyük ad günü edən sənət adamlarına tənqid edib. O bildirib ki, böyük məclis etməyi özünə yaraşdırmır. Nəvələrimə kiçik toy belə etmədim. Evdə məclis etdik. 3 övladım öz arasında bölüşür. Kirvə də özləridir. Nəvəmə toy edirəm, gəlin. Mənə çatmır bunlar.